bir daha ərazini qeyd eləmək istəyirəm. Bu eviyyəsin adı Elxandır. Böyük ehtimal Elxan elə bu Mirqafar, sasına kraska qoyan bu bizim generalın, bu üzdən İraq Mirqafar Seyidovun qohumu çıxacaq. O biri qohum da burada. Ərazi buradır. Və ərazi xüsusi xidmət orqanının rüşvət almaq ərazisidir. New Store, altda zeytunluq, burada 40-ın astanovkası. Nə qədər rüşvət alıblar, məlumat yoxdur. Ərazidə olduq xüsusi xidmət əməkdaşları ilə. Manipulyasiyalar, cinayət izlərinin itirilməsi, cinayət epizodlarının itirilməsi ilə məşğuldurlar. Ancaq vəsibə bu yezidlər, bu xüsusi xidmətdə işləyən yezidlər, bir dənə islamofob, Alatava ərazisində arvadını pulla görüşdürən bir əməkdaşlarının cinayətlərini qoruyurlar hal-hazırda. Keçən il bu vaxtı İlqar adında Acun Kazmovanın keçmiş həyat yoldaşından rüşvət alsınlar deyə mənim azadlığımı mənim əlimdən almışlar. Bu ildə Mirqafar Seyidovdan rüşvət alsınlar deyə azadlığımı əlimdən alıblar. Xüsusi xidmətdə oturan bir qeyrətlər, şərəfsizlər. Həmən yol, bir çəkdiyim yol. Bu həmən Şeyx 10 FR300 Fərhada maşın bu. Həmin o Mahirdir. Mahirin maşınıdır. Zəfərin maşınıdır. Samira xanımın maşınıdır. Nə oyunlar gedir, nə çirkin oyunlar gedir mən parça bilmirəm. Ancaq manipulyasiya, vaxt itkisi, vaxt uzadırlar. Bütün hüquq mühafizə orqan əməkdaşları cinayət və cinayətkarların tərəfini saxlayırlar. Hansılar ki, dövlətlərin düşmənləridir, ölkələrin düşmənləridir. General Rızayevin adından dəfələrlə saxta sənədlər düzəldilir. Dəfələrlə. 3 dənə sənəd mən görmüşəm. Əbülfət Rızayevin adından saxta sənəd. Göndərən kimdir? Tapşırığı kim verib? Mirqafar Seyidov. Vəziyyət budur. Yəni mən əllərindən qutaram. Cinayətkarlar qalıb qıraqda, mənim üzərimdə oyunlar gedir. Nə kimi oyunlar mən bara düşmürəm. Nə etmək istəyirlər?